Hər vaxtınız xeyir olsun, əziz dəyanətçilər və valideynlər. Bugündən etibarən Dəyanət 4-cü sinif riyaziyyat dərsliyindən sizlə dərslər paylaşacağım. Ümid edirəm ki, izahlarım, dərsləri mənimsəməkdə çətinlik çəkən hər bir şagird üçün faydalı olar. Siz də dəstək olmaq üçün abunə ola bilərsiniz kanalıma və mövzu izahımı paylaşa bilərsiniz. Hər birinizə öncədən təşəkkürlər. Elə isə başlayaq birinci mövzudan. Və mən tapşırıqları yerinə yetirərkən qısa şəkildə hər tapşırığa aid nə qayda varsa izah edəcəm. Qeydlərinizi götürməyi unutmayın. Deməli, birinci sualda bizə deyilir 345.697 ədədinin neçə təkliyi var? Deməli, belə bir qayda var ki, əgər neçə təkliyi var soruşularsa hər hansısa bir ədədin, elə cavab həmin ədəd olur. Yəni, həmin ədədin özü bu sualın cavabıdır. Yəni, bu ədədin 345.697 təkliyi var elə. Yəni, hər bir ədədin özü qədər təkliyi olur. İkinci sualda deyir ki, 345.697 ədədinin neçə onluğu var? Neçə onluğu soruşulan zaman, neçə onluğu var soruşulan zaman biz yadımıza salırıq ki, onun arxasında bir sıfır olur. Və ona görə də verilən ədədin gəlib sonundan bir rəqəmi silirik. Və alınır nə? 34.569 ədədi. Yəni, 34.569 qədər onluğu var. Üçüncü sualda bizə deyilir ki, bu ədədin neçə yüzlüyü var? Yadımıza salırıq ki, yüzün arxasında 2 sıfır olduğu üçün biz də verilən ədədin sonundan 2 rəqəm silirik. 2 rəqəm sildikdən sonra alınan ədəd bizim sualın cavabıdır. Yəni, 3456 yüzlüyü var. Dördüncü sualda bizə deyilir ki, neçə minliyi var? Və biz də bilirik ki, minin arxasında 3 sıfır olduğu üçün gəlib ədədimizin sonundan 3 rəqəm silməli olacağıq. 3 rəqəmi siləndən sonra nə qalır bizdə? 345. Deməli, bu ədədin 345 minliyi var. Daha sonra növbəti sualda deyir ki, neçə 10 minliyi var? Və 10 minliyi soruşan zaman təbii ki, biz ədədin arxasından 10 minin arxasında 4 sıfır olduğu üçün 4 rəqəm siləcəyik. Və nəticədə nə alınacaq? Baxaq, 4 rəqəmi silək, alındı 34. Deməli, bu ədədin 34, 10 min. Və eyni qaydada 6-cı sualda da bizə deyir ki, həmin ədədin neçə 100 minliyi var? 100 minliyi deyiləndə də təbii ki, biz ədədin arxasından 5 sıfır silməli olacaq. Və silək görək. 5 rəqəm silirik sondan. Qalır 3. Deməli, bu ədədin 100 minliyi var. Daha sonra 7-ci sualda bizə deyir 345.697 ədədinin təkliklər mərtəbəsində neçə vahid var? Təkliklər mərtəbəsində neçə vahid var? Gedirik təkliklər mərtəbəsində duran rəqəmi cavab olaraq götürürük. Yəni, 7 təkliklər mərtəbəsində 7 vahid var. Deməli, mərtəbəsində neçə vahid var? Sualın verilən zaman adı çəkilən mərtəbədə duran rəqəm götürülür cavab olaraq. Məsələn, 8-ci sualda isə bizə deyir ki, həmin ədədin onluqlar mərtəbəsində neçə vahid var? Bu zaman baxırıq onluqlar mərtəbəsində duran rəqəmə. Onluqlar mərtəbəsində nə durub? 9 durub. Onda bu ədədin 9 onluğu var. Daha doğrusu 9 onluqlar mərtəbəsində 9 vahid var. 9-cu sualda isə bizə deyir ki, 345.697 ədədinin yüzlüklər mərtəbəsində neçə vahid var? Gedirik yüzlüklər mərtəbəsinə. Burada duran rəqəm nədir? 6-dır.
O zaman yüzlüklər mərtəbəsində 6 vahid var. 10-cu sualda deyir ki, minliklər mərtəbəsində neçə vahid var? Eyni qaydada gedirik minliklər mərtəbəsinə. Minlik mərtəbəsində nə durub? 5 durub. Bu zaman 5 minliyi var. Minliklər mərtəbəsində 5 vahid var. Daha sonra 11-ci sualda deyir, 10 minliklər mərtəbəsində neçə vahid var? Yenə gedirik 10 minliklər mərtəbəsinə. 10 minliklər mərtəbəsinə duran rəqəmi cavab olaraq götürürük. 12-ci sualda deyir, 100 minliklər mərtəbəsində neçə vahid var? Gəlirik 100 minliklər mərtəbəsinə. 100 minliklər mərtəbəsində duran rəqəm bizim cavabımızdır. Deməli, sualın qoyuluşunu əzbərləmək lazımdır. Yəni, sualın verilmə formasını. Sual nə tərzdə verilib? Yəni, vahidlərin burada sayı soruşulur. Hansısa mərtəbədə olan vahidlərin sayı. Bir şeyin sayı soruşulanda, neçə vahid var deyəndə, gedirik həmin mərtəbəyə, orada duran rəqəmi cavab olaraq götürürük. 13-cü sualda bizə deyir, milyonluqlar mərtəbəsində neçə vahid var? Bu sualda biz deyirik, heç bir vahidi yoxdur. Çünki bu ədədin ümumiyyətlə milyonluqlar mərtəbəsi axı yoxdur. Sağdan sola doğru saysaq, yəni mərtəbələrin adını sadalasaq, təkliklər mərtəbəsi, onluqlar mərtəbəsi, yüzlüklər mərtəbəsi, minliklər mərtəbəsi, 10 minlik mərtəbəsi və 100 minlik mərtəbəsi. Milyonluqlar mərtəbəsi burada əgər bir rəqəm görsəydik, onu deyərdik. Daha sonra 14-cü sualda, yəni eyni sual, fikir verin, 14-cü sualda artıq sinfində sözü ilə işlədilir. Yəni sual deyir 345.697 ədədin təkliklər sinfində. Yəni bu suallarda diqqət eləmək lazımdır uşaqlar. Çünki mərtəbəsində deyəndə bircə rəqəm olur cavabımız. Amma sinifin adı çəkilibsə artıq biz gedirik həmin sinifdə duran ədədi götürürük cavab kimi. Məsələn, bu ədədin təkliklər sinfi hansıdır? 697 durub təkliklər sinfində. Bilirik ki, siniflər, hər sinif 3 mərtəbədən yaranır. Təkliklər sinfi təklik, onluq, yüzlük mərtəbəsini əhatə edir. Və bu təkliklər sinfidir. Burada 697 vahid var. 15-ci sualda deyir, 345.697 ədədin minliklər sinfində neçə vahid var? Sinifləri, yəni, əzbərdən bilmək lazım. Məsələn, yüzlüklər sinfi yoxdur. Yəni, bəzən onluqlar sinfi yoxdur. Məsələn, təklik, onluq, yüzlük mərtəbədir. Və bu mərtəbələr bir yerdə təklik sinifini əmələ gətirir. Yəni, sanki birinci mərtəbənin adı ilə adlandırırıq biz sinifi adlandıran zaman. Təklik, onluq, yüzlük. Və fikir verin, birinci mərtəbəmizin adı təklikdir. Ona görə bu sinifin adı da, yəni bu 3 mərtəbə birləşir, təklik sinifini yaradır. Növbəti hansı mərtəbələr gəlir? Minlik mərtəbəsi, 10 minlik və daha sonra gəlir 100 minlik. Demək, bu üçü də birləşir, hansı sinifi yaradır? Demək, birinci gələn mərtəbənin adı nədir? Minlik. Ona görə deyirik minliklər sinifi. Eyni qaydada. Sonra gəlir, burada çaşıb yüzlük yazmışam, 100 minlik. Sonra gəlir milyonluq, 10 milyonluq, 100 milyonluq. Təbii ki, orada əmələ gələn sinifdə milyonluq sinifi olacaq. Birinci mərtəbə axı milyonluq mərtəbəsidir o sinifdə. Ona görə milyonluq sinifi adlanır. İndi bu sualda, neçənci sual idi? Bizdə 15-ci sualda deyir, minliklər sinfində neçə vahid var? O zaman biz ədədi yazaq. Bu üçü təkliklər sinifini əmələ gətirdi. Bu üçü minliklər. Demək, minliklər sinifində nə görürük biz? Nə dayanıb? 345. O zaman minliklər sinifində 345 vahid var. 16-cı sualda bizə deyir ki, 345.697 ədədin təkliklər mərtəbəsindəki rəqəmin qiyməti neçədir? Aha.
Baxın, suallar bir-birindən fərqlidir. Mərtəbə qiyməti soruşulan zaman həmin mərtəbədə duran rəqəm vurulur mərtəbə vahidinə. İndi bizdən nəyi soruşur? Təşkillər mərtəbəsindəki rəqəmin. Bax, təşkillər mərtəbəsində duran rəqəm nədir? 7. Düzdür? 7 hansı mərtəbədə durub ki? Təşkillər mərtəbəsində. Təşkillər mərtəbəsinin vahidi nədir? 1-dir. O zaman biz 7-ni 1-ə vururuq. Eləyir, elə cavab 7. Bu birinci üsuldur. Bu sualı həll eləmək üçün birinci üsuldur. İkinci üsul nədir? Təşkillər mərtəbəsində duran rəqəmi göstərək. 7 durub, düzdür? Elə üzərindən 7 yazırıq. Əgər arxasında, yəni 7-nin sağında başqa heç nə durmayıbsa, o zaman elə cavab 7-dir. Yəni, o duran rəqəmin özüdür. Yox, əgər sağda başqa rəqəmlər də olsaydı, məsələn, soruşsaydı ki, bizdən onluqlar mərtəbəsində duran rəqəmin mərtəbə qiymətini, 9-dur da onluqlar mərtəbəsində duran rəqəm. Biz elə üzərindən 9 yazardıq və sağında duran rəqəmlərin sayı qədər 0 artırardıq. Baxın, burada 9-un sağında bir dənə də 7 var, düzdür? Bir dənə rəqəm var da, bircə dənə. O zaman biz 9-un sağına həmin o 7-ni sıfırlaşdırardıq, alınardı nə? 90. Deməli, qısacası ya o rəqəmi vururuq, hansı mərtəbədə yerləşir, həmin mərtəbənin vahidinə vururuq, ya da həmin mərtəbədə duran rəqəmi yazırıq və onun sağında duran rəqəmlərin sayı qədər sıfırlar artırırıq. Bu sualları həll edən zaman, mərtəbə qiyməti soruşulan zaman. Elə bu sualı izah eləmişkən bir məsələyə toxunum ki, yəni bunu əzbər bilmək lazımdır. Təşkillər mərtəbəsinin vahidi 1-dir. Nədir təşkillər mərtəbəsinin vahidi? 1-dir. Yəni, vahid özü 1 deməkdir də. Yəni, təkli, tək bir şey, yəni mərtəbə vahidi 1-dir. Onluqlar mərtəbəsinin vahidi nədir? 10-dur. Yüzlüklər mərtəbəsinin vahidi elə adından göründüyü kimi 100-dür. Minliklər mərtəbəsinin vahidi 1000-dir. Yəni, belə bu ardıcıllıqla davam edir. Milyonluq mərtəbəsinin vahidi milyondur və s. Yəni, biz hər dəfə mərtəbə qiymətini soruşulanda mərtəbə vahidinə ki vurmalıyıq. Ona görə gərək mərtəbə vahidlərini də yaxşı bilək, tanıyaq. Nə deməkdir mərtəbə vahidi? Vahid nədir? Vahid 1 deməkdir ümumiyyətlə. Demək, mərtəbə vahidi deyəndə yadınızda saxlayın ki, vahid soruşulan zaman həmin o şey 1 ilə başlayır. İlk rəqəmi 1-dir. Daha sonra 19-cu sualda deyir ki, minliklər mərtəbəsindəki rəqəmin qiyməti neçədir? Minliklər mərtəbəsində duran rəqəmi göstərək və 5 yazaq elə yuxarısından, özünü yazaq. Arxasında duran rəqəmlərin sayı qədər sıfırlar qoyaq. Nə oldu? 5000. Və yaxud da neynəməliydik? 5-i vurmalıydıq 1000-ə. Çünki minliklər mərtəbəsinin vahidi 1000-dir. Həmin o rəqəmi, orada duran rəqəmi vururuq mərtəbə vahidinə. Olur nə? Yenə eyni şey 5000. 20-ci sualda deyir ki, 10 minliklər mərtəbəsindəki rəqəmin qiyməti neçədir? Bu sualı cavabını qulaq asmamışdan qabaq özünüz stopu basın, həll eləməyə çalışın, daha sonra yoxlayın. Demək, neyini yeyirik? Gedirik 10 minliklər mərtəbəsinə və 10 minliklər mərtəbəsinə duran rəqəmi elə yazırıq onun öz üzərinə. Sonra arxasında duran rəqəmlərin sayı qədər sıfırlar qoşulur ora. Baxın, 5 var burada, 6 var, 9 var və 7 var. Alındı nə? 40 min. Və yaxud da neynəməliydi? Bu birinci üsul. İkinci üsulda həmin o mərtəbədə duran, yəni 10 minlik mərtəbəsində duran 4-ü vurmalıydıq 10 minliyin mərtəbə vahidinə. Yəni elə 10 minə. Alınacaqdı nə? Elə yenə eyni şey 40 min. 2 üsulla da həll etdik. 21-ci sualda bizə deyir ki, 100 minliklər mərtəbəsindəki rəqəmin mərtəbə qiyməti neçədir? Yenə də 100 minliklər mərtəbəsində duran rəqəmi, yəni 3-ü
Vururuq nəyə? 100 minə. Çünki 100 minlik mərtəbəsinin adı keçir burada. Eləyir 300 min. Növbəti sualda bizə deyir ki, 345.697 ədədinin təkliklər mərtəbəsinin vahidi neçədir? Təkliklər mərtəbəsinin vahidi nədir? Bayaqları biz yuxarıda yazdıq. Baxaq, təkliklər mərtəbəsinin vahidi hər zaman nədir? 1-dir. Burada qayda kimi yazmışam. Onluqlar mərtəbəsinin vahidi 10-dur. Yüzlüklər mərtəbəsinin vahidi 100-dür. Minliklər mərtəbəsinin vahidi 1000-dir. Deməli, 22-ci sualda cavabımız nə olacaq? Heç ədədin özünə baxmasaq da olar. Bu bizə lazım deyil. Hansı ədəd olur olsun, hər zaman təkliklər mərtəbəsinin vahidi elə 1-dir. 23-cü sualda heç ədədin yenə özünə baxmasaq da olar, çünki sual eyni şəkildə verilib. Deyir, həm bu ədədin onluqlar mərtəbəsinin vahidi neçədir? Ədəd bizə lazım deyil. İstənilən ədəd ola bilər. Amma onluqlar mərtəbəsinin vahidi hər zaman 10-dur. Demək, sualın qoyuluşu ilə görürsünüz nələr dəyişir. Heç ədəd bizə lazım deyil. 24-cü sualda da eyni şəkildə deyir, həmin bu ədədin yüzlüklər mərtəbəsinin vahidi neçədir? Yüzlüklər mərtəbəsinin vahidi elə hər zaman 100-dür. Ədəd bizə lazım deyil. 25-ci sualda da eyni şəkildə deyir, bu ədədin minliklər mərtəbəsinin vahidi neçədir? Hər zaman nədir minliklər mərtəbəsinin vahidi? Siz cavab verin. 1000-dir. Bəli, 1000-dir. 26-cı sualda bizə deyir ki, 10 minliklər mərtəbəsinin vahidi neçədir? Cavab nə olacaq? Tamamilə doğrudur. 10.000-dir, bəli. 100 minliklər mərtəbəsinin vahidi nədir uşaqlar? Özünüz cavab verin. Bəli, tamamilə doğrudur. Elə bilin ki, mən sizə eşidirəm. Yanınızda oturmuşam. 100 mindir. 28-ci suala baxaq indi. Deyir ki, 767 milyon 897 min 127 ədədində 7 rəqəmli mərtəbə vahidlərinin cəmini tap. Baxaq, burada nə qədər 7 var? Baxın, gəlin hamısını markerlə rəngləyək. Daha sonra həmin o 7-ləri nə ilə əvəz etməliyik? Baxın, deyir ki, mərtəbə vahidlərinin cəmi. Bayaqlar mən yuxarıda hansısa bir sualda vahidin 1 olduğunu demişdim sizə. Vahid nədir? 1 deməkdir. O zaman biz nə edirik? Gəlirik 7 rəqəmini 1 ilə əvəz edirik. Başqa rənglə göstərim ki, seçilsin. 7-ni 1 ilə əvəz edirəm. Baxın, bütün 7-ləri 1 qoydum. Və qalan rəqəmləri isə sıfırlarla göstərirəm. Baxın, bütün qalan rəqəmləri sıfırlaşdırdım. 7-nin özünü isə nə elədim? Birləşdirdim. Alındı nə? 101 milyon 1001. Demək, mərtəbə vahidlərinin cəmi 101 milyon 1001'dir. 29-un, demək, yadınızda saxlayırsınız. Mərtəbə vahidlərinin cəmi deyilən zaman hansısa bir rəqəmin, o rəqəm özü 1-dən əvəz olunur. Çünki vahid 1 deməkdir. Qalan rəqəmlər isə sıfırlaşdırılır. 29-cu sualda isə baxın, biraz fərqlidir. Deyir ki, 7 rəqəminin mərtəbə qiymətlərinin cəmi. Qiymət. İndi bunda nə etməyə lazımdır deyəcəm. Bir şeyin qiyməti dəyişmir. Baxın, 7 rəqəminin mərtəbə qiymətlərinin cəmi deyir də, düzdür. O zaman 7 olduğu kimi qalacaq. Çünki bir şeyin qiyməti, dəyəri heç vaxt dəyişməz. Yəni, mərtəbə vahidi deyəndə 7-ni 1-dən əvəz elədi. Çünki vahid 1 deməkdir. Amma qiymət deyən zaman bir şeyin qiyməti dəyişməz. Belə yadınızda saxlayın. Ona görə 7-lər olduğu kimi qalır. Digər rəqəmlər isə sıfırlarla əvəz olunur. Yəni, yerdə qalan şeylər o mərtəbə vahidi kimi sıfırlardan əvəz elədi. Nə alındı? 707 milyon 7007. Sonra 30-cu sual. Əvvəlcə bu sualı özünüz həll etsəz, sonra mənim izahıma qulaq assaz yaxşı olar. Hətta görəsiz ki, başa düşdünüz, yoxsa yox. Burada bizə deyir ki, 767 milyon 867 min 627 ədədində 6 rəqəminin mərtəbə qiyməti. Baxın, mərtəbə qiyməti. Mən artıq nə öyrətdim sizə? Bir şeyin qiyməti dəyişməz. Neyini ona görə 6'ları olduğu kimi saxlayırıq. Qiymət axı dəyişmir.
6'ların üzərindən elə 6 yazıram. Digər bütün rəqəmləri isə 0 ilə əvəz edirəm. Deyə bilərsiniz, birinci gələn 7-ni niyə 0 ilə əvəz eləmədiniz? Çünki onsuz da 0 ilə axı bir ədəd başlamır. Yəni, onun mənim üçün önəmi yoxdur. Lap 0 ilə əvəz eləsəm belə artıq onu oxumayacam axı bu ədədi oxuyanda. Ona görə bu ədəd necə oxunacaq? Baxaq. 60 milyon 60 min 600. 31-ci sualda baxaq görək nə deyir. Deyir 307 min. Aha. 400 ədədinin yazılışında 307.400 ədədinin yazılışında neçə müxtəlif rəqəm iştirak edir? Baxın, bu sualın izahını deməmişdən əvvəl bir qayda deyim sizə. Yəni, riyaziyyatda neçə rəqəm var, onu bilmək lazımdır. Riyaziyyatda 10 rəqəm var. Hansılardır? Sıfırdan başlayırıq. Sıfırda bir rəqəmdir. Daha sonra 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Neçə rəqəm oldu? 10 rəqəm. İndi biz baxaq görək. Burada deyir ki, bu ədədin yazılışında neçə dənə müxtəlif rəqəm iştirak edir. Baxaq. Sayaq bir-bir. Baxın, 3'ü saydıq. Bir dəfə saydıq bunu. Sonra nə iştirak edib? 0 var orada. 0'ı götürürəm. Daha sonra nə var? 7 rəqəmi var. Və burada yazdığım ədədləri ikinci dəfə görsəm artıq onları saymayacağam. Çünki neçə müxtəlif rəqəm deyir iştirak edir. 0 təkrar işlənibsə bu ədəddə mən onu niyə 3 dəfə saymalıyam ki, bir dəfə götürəcəm onu. Deməli, daha sonra 4 rəqəm iştirak edib. Fikir verin. Daha sonra 0 rəqəmi təkrarlanır. Demək, 0 rəqəmini bir dəfə saydım. Daha ikinci dəfə saymayacağam, əgər bu ədədin içərisində təkrar işlənibsə. Və yaxud digər rəqəmlər də həmçinin. Baxırıq, sayaq. Hər rəqəmdən, yəni 3, 0, 7, 4 sayanda, yəni 4 dənə müxtəlif rəqəm iştirak edib bu ədədin yazılışında. 32-ci suala baxaq. 406 milyon, əvvəlcə ədədi yazaq. 406 milyon nə deyir? 314.209 ədədinin yazılışında neçə müxtəlif rəqəm iştirak edir? Demək, hər rəqəmi bir dəfə saymalıyıq. Baxaq. 4'ü iştirak edib. Düzdür? 0, 6, 3 dənə rəqəm saydıq. Müxtəlif rəqəm. Daha sonra 3 iştirak edib, 1 iştirak edib. Baxın, 4 burada təkrarlanır. Onu ikinci dəfə saymayacaq. Burada 2 dənə müxtəlif rəqəm var. Daha sonra 2 iştirak edib. 0'ı axı bir dəfə saymışdım. Ona görə ikinci dəfə saymıram və 9 iştirak edib. Burada da 2 rəqəm. Cəmi neçə rəqəm iştirak elədi? Neçə dənə müxtəlif rəqəm? 7 dənə müxtəlif rəqəm iştirak elədi. 33-cü suala baxaq. Deməli, bizə deyir ki, yazılışında 3 və 0 iştirak edən ən böyük 5 rəqəmli ədəd neçədir? Ümumiyyətlə, ən böyük 5 rəqəmli ədədimizi gəlin yazaq. 99.999. Bu ən böyük 5 rəqəmli ədəddir əslində. Sadəcə deyir ki, yazılışında 3 və 0'da iştirak edən. O zaman biz bunun kiçik mərtəbə vahidlərini heç olmasa 3'dən və 0'dan bir dəfə istifadə edərək bu ədədi tezdən yazıq. Alındı nə? 99.930. Yəni, demir təkcə bu ədədin yazılışında 3 və 0 iştirak eləsin. Deyir ki, yazılışında 3 və 0 iştirak eləyən ən böyük 5 rəqəmli. Yəni, bizə belə bir şərt qoymayıb ki, məsələn, yazılışında digər rəqəmlər iştirak etməsin. Yəni, yalnız 3 və 0 iştirak eləsin. Belə bir şərt qoymayıb. Ona görə də biz ən yüksək 5 rəqəmli ədədin ən yüksək mərtəbələrinə yəni bacardığımız qədər 9'lar düzüb, yerdə qalan son 2 mərtəbəyə 3 və 0 yazdıq. 34-cü sualda deyir ki, yazılışında 0 və 1 iştirak edən rəqəmləri müxtəlif ən böyük 5 rəqəmli ədəd neçədir? Artıq burada rəqəmlərin müxtəlif şərti var. Və 1 və 0 özü iştirak eləməlidir, amma rəqəmləri də müxtəlif olmalıdır. Onu da
Ən yüksək mərtəbəmizə ən böyük ədəd istədiyi üçün ən yüksək mərtəbəmizə bir 9 qoyaq. Sonra rəqəmlərin müxtəlif şərti olduğu üçün bir 8, daha sonra 7 müxtəlif edirik axı rəqəmləri. Daha sonra bizdən hansı rəqəmlərin də iştirak eləməyini istəyir bu ədəddə? 0 və 1-in də iştirak eləməyini istəyir. Birinci bəzən şagirdlər 0 yazıb sonra 1 yazır. Çünki sualda birinci 0 sonra 1 sözü işlədilib. Amma düşünmək lazımdır. Mən bu ədədi necə edim ki, böyük bir ədəd alsın? Əvvəlcə 1 qoyum, sonra 0 qoyum. Alındı nə? 98.710. 35-ci sualda deyir ki, yazılışında 9 və 0 iştirak edən ən kiçik 6 rəqəmli ədəd neçədir? Deməli, ən kiçik 6 rəqəmli rəqəmimiz, əvvəlcə yazaq biz, əslində 100.000-dir. Amma deyir ki, yazılışında 9 və 0 da iştirak eləsin bu ədəd. Yəni, fikir verin, demir təkcə 9 və 8 iştirak eləsin. Deyir, yazılışında həm 9-da, həm də 8-də iştirak eləsin və ən kiçik 6 rəqəmli ədəd olsun. O zaman biz 9 və 0-ı hara yazarıq? Bu ədədin kiçik olması üçün təbii ki, gəlib ən yüksək mərtəbəyə yazmayacağıq ki. Sonumuzu kiçik mərtəbələrə təkliklər və onluqlar mərtəbəsinə qoyarıq. Onluqlar mərtəbəsinə 8 qoyaq, təklik mərtəbəsinə 9 qoyaq. Çünki yerini dəyişik yazsaq, biraz ədədimiz böyüyəcək. Biz maksimal dərəcədə fikir verməliyik ki, bu ədəd balaca alınsın. Yəni, seçə biləcəyimiz, yaza biləcəyimiz ən kiçik ədəd olsun. Deməli, alındı nə? 100.089. 36-cı sualda deyir ki, yazılışında 8 və 7 iştirak edən rəqəmlərin müxtəlif ən kiçik 6 rəqəmli ədəd neçədir? Artıq burada rəqəmlərin müxtəlif şərti olduğu üçün, baxın, 6 dənə gəlin, xət qoyaq. Ən kiçik 6 rəqəmli, indi bu 8 ilə 7-ni, 7 ilə 8-i ən son mərtəbələrə yazaq. 8, yəni burada böyük rəqəmdir. Ən kiçik mərtəbəmizə yazaq, təklik mərtəbəsinə, 7-ni də onluq mərtəbəsinə qoyaq. Digər mərtəbələrə də bacardığımız o kiçik rəqəmləri düzək ki, ən kiçik 6 rəqəmli ədəd alınsın. Təbii ki, 0 qoya bilmərik bura, yüksək mərtəbəmizə. 1 ilə başlayar da ən kiçik ədədlər. Daha sonra 0-a qoya bilərik artıq. Daha sonra müxtəlif olsun deyə 2 qoyarıq. Bu ədədin rəqəmləri müxtəlif olsun deyə. Daha sonra 3 qoyarıq. Alındı nə? 102.378. 37-ci sualda deyir ki, yazılışında 8 və 0 rəqəmlərinin iştirak elədiyi ən böyük 5 rəqəmli ədədlə ən kiçik rəqəmləri müxtəlif 4 rəqəmli ədədin fərqini tapın. 37-ci sualda bizə deyir ki, yazılışında 8 və 0 rəqəmlərinin iştirak elədiyi ən böyük 5 rəqəmli ədədlə ən kiçik rəqəmləri müxtəlif 4 rəqəmli ədədin fərqini tapın. Yazılışında 8 və 0 rəqəmlərinin iştirak elədiyi ən böyük 5 rəqəmli ədəd. Nə edirik? Digər suallardakı kimi 8 və 0-ı saxlayırıq sona. Yəni, alındı bizdə 99.980. Bura qədər həll elədik. Sonra sualın davamında deyir, ən kiçik rəqəmləri müxtəlif 4 rəqəmli ədəd. Rəqəmləri müxtəlif ən kiçik 4 rəqəmli ədədimiz 1023-dür. Bir-birindən çıxanda alınır. 98.957. Daha sonra 38-ci sualda deyir. 38-ci sualda deyir ki, 3 rəqəmli ədədin yüzlüklər mərtəbəsindəki ədədi 5 vahid artırıb, onluqlar mərtəbəsindəki rəqəmi 2 vahid azaltsaq, ədəd necə dəyişər? Burada ədədin neçə rəqəmli olmağı bizim üçün önəmli deyil. Yəni, 3 rəqəmli ədəddir, 4 rəqəmlidir, yoxsa 5 rəqəmlidir, biz ona fikir vermirik. Bizə hansı mərtəbənin adı çəkilir, hansı mərtəbə artırılıb? Deyir, yüzlüklər mərtəbəsindəki ədəd 5 vahid artırılıb. O zaman, deməli, əgər yüzlüklər mərtəbəsi artırılıbsa və 5 vahid artırılıbsa, bu edir 500. Yəni, neynədik biz? 5-i vurduq 100-ə. Hansı mərtəbə artırılıb? Yüzlük mərtəbəsi. Nə qədər artırılıb? 5 vahid. Onda 5-i vurduq 100-ə. Elədi 500. Yəni, 500 vahid artıb yüzlük mərtəbəsi. Onluqlar mərtəbəsindəki rəqəmi isə deyir, 2 vahid azaldıblar. Baxın, hansı mərtəbənin adı çəkilir? Hansı mərtəbə 2 vahid azaldıb? Onluqlar mərtəbəsi. O zaman nə edirik? Nə qədər azaldılıb? 2 vahid. Hansı mərtəbə? Onluq mərtəbəsi. 2-ni vurduq ona, elədi 20. Yəni, onluq mərtəbəsi 20 vahid azalıb. 20 azalıb. Bu zaman oxun istiqaməti aşağı baxır. Artanda, yəni artıranda oxun istiqamətini yuxarı qoyuruq. Artırıb deyəndə.
Azaldıb deyəndə isə oxun istiqaməti aşağı qoyulur. Və ən sonda deyir ədəd necə dəyişər. Baxın. Oxların istiqaməti əks istiqamətdədir. Yəni biri artıb, biri azalıb. Bu zaman bu alınan cavabları bir-birindən çıxıram və yanına böyüyün işarəsini yazıram. Yəni 480 artıb bu ədəd. 39-cu sualda eyni şəkildə. Deyir ki, 4 rəqəmli ədədin minliklər mərtəbəsindəki ədədi 2 vahid azaldıb. Baxın, dedim ki, ədədin neçə rəqəmli olmağının önəmi yoxdur. 4 rəqəmlidir, yoxsa 5-dir, yoxsa 6 rəqəmlidir. Heç biri bizim üçün önəmli deyil. Bizə önəmlidir hansı mərtəbə artırılıb və nə qədər artırılıb. Hansı mərtəbə azaldılıb və nə qədər azaldılıb. Deyir, minlik mərtəbəsi, yazaq 1 minlik. Nə qədər azaldılıb? 2 vahid. Onda 2-ni vuraq 1000-ə. Elədi 2000. Nə baş verib? Azaldılıb. Yanına qoyaq oxun istiqaməti aşağı istiqamət. Yüzlüklər və təkliklər mərtəbəsindəki rəqəm isə hər biri 3 vahid artırılıb. Yazaq yüzlük. Nə qədər artırılıb? 3 vahid. 3-ü vuraq 100-ə. Elədi 300. Artırılıb dediyi üçün yanına bir oxun istiqaməti yuxarı baxan ox istiqaməti qoyaq. Sonra təkliklər mərtəbəsi də deyir 3 vahid artırılıb. Onda yazaq təklik. Hansı mərtəbələrin adı keçdi? Təklik. Nə qədər? 3 vahid artırılıb. Təkliyin mərtəbə vahidi nədir? 1. Vuraq 1-ə. Elədi 3 elə. Qaldı 3. Artırılıb. Onda oxun istiqaməti yuxarı baxır. İndi nə edir? Ədəd necə dəyişib deyir deyəndə bunları bir-birindən oxların istiqaməti axı fərqlidir. Baxın, birində aşağı baxır, birində yuxarı, o birisində yuxarı. Bunları bir-birindən nə etməliyəm? Çıxmalıyam. Oxlar fərqli olanda çıxıram. Eyni olsaydı toplayardım. Çıxıram və cavabın yanına hansı oxun işarəsini qoyuram. Yəni nə qoyuram? Yuxarı baxan ox artıb yoxsa azalıb? Hansı oxun işarəsini qoyacam? Burada böyük ədəd hansı ədəd idi? 2000 idi. Onun yanındakı ox nədir? Aşağı baxır. O zaman 2000-in yanındakı oxun istiqamətini qoyacam. Eləyir deməli 1697 azalıb. 2000-in yanındakı işarə azalmaq işarəsi idi. 40-cı sual. Burada artıq bizə deyir ki, 4 dənə 3 rəqəmli ədəd. Baxın, bu 4 dənə, neçə dənə 3 rəqəmli ədəddən gedir söhbət? 4 dənə. 4 dənə ədədimiz var. Yuxarıdakı suallarda bircə dənə ədəddən gedirdi söhbət. Ona görə bu etap bizdə yox idi. Amma burada 4 dənə ədəddən gedir söhbət. Bunu sonda sizə xatırladacağım bizə niyə lazımdır. Deyir ki, 4 dənə 3 rəqəmli ədədin hər birində yüzlüklər mərtəbəsindəki rəqəmi 4 vahid artırıb. Yazaq yüzlük. Nəyə artırıblar? Yüzlüyü. Nə qədər artırıblar? 4 vahid. Onda 4-ü vuraq 100-ə. Elədi 400. Artırıb dediyi üçün yuxarı baxan bir ox qoyaq. Onluqlar mərtəbəsindəki rəqəmi deyir 2 vahid azaltsaq. Yazaq onluq. Mərtəbənin adını yazıram. Nə qədər azaldıb? 2 vahid. Onda 10-u hansı mərtəbədir? Onluq mərtəbəsində. 2-ni vuraq ona. 2 vahid azaldı baxın. Alınır 20. Azaldıb dediyi üçün nə edirik? Oxun istiqaməti aşağı baxır. İndi nə edirdi? Bayaqdan yuxarıda 2 dənə sualda nə edirik? Sonra bunları bir-birinə ədəd necə dəyişir? Deyir bizə. Onda bunları bir-birindən çıxıram. Oxların istiqaməti fərqli olanda çıxıram. Və böyüyün işarəsini yazıram. Böyüyün işarəsi nədir? 400-ün yanında nə işarəsi qoyulub? Yuxarı baxan. Yəni 380 artar, amma ən sonda 4-ə vuracam. Niyə? Çünki 4 dənə belə ədəddən gedir söhbət. Baxın, demişdim, sonda sizə xatırladacağam. Bax, ədədlərin sayı verilibsə, ən sonda vurmaq lazımdır o saya. Çünki bu 380 bir dənə 3 rəqəmli ədədin dəyişməsindən alınan nəticədir. Burada 4 dənəsi deyir necə dəyişər. Hər biri 380 vahid artarsa əgər, nəticədə ən sonda 5520 artar. Başa düşdünüz? Yəni cəmi, bu ədədlərin cəmi deyəndə ən sonda sayına vurmaq lazım. Məsələn, 41-ci sualda eynidir. Görürsünüz, 5 dənə. Ən sonda cavabı biz 5-ə vurmalıyıq. Deyir, 5 dənə 3 rəqəmli ədədin hər birində yüzlüklər mərtəbəsindəki rəqəmi 4 vahid. Yazaq yüzlük. Nə ediblər yüzlüyü? 4 vahid nə ediblər? Baxaq. Sonra da deyir, onluqlar mərtəbəsindəki rəqəmi 2 vahid. Demək, yüzlüyü də 4 vahid artırıblar. 4-ü vuraq onda 100-ə. Elədi 400. 400 artdı. Onluqlar mərtəbəsindəki rəqəmi də onu da artırıblar. Demək, bayaqki suallarda birini artırıb birini azaldırdı, amma burada fikir verin, ikisini də artırıblar deyir. Yəni oxların hər ikisi yuxarı baxır. Belə olanda nə edirik? Bayaqdan suallarda deyirdim, oxların istiqaməti eyni olarsa toplayırıq bu ədədləri. Və eyni istiqamətdədir də, yəni bir dənə ox var burada və bu da artmağı göstərir. Onda 420 artar.
Amma bu bir ədədin, bir dənə üç rəqəmli ədədin dəyişməsidir bu. Axı bizim sualın başında deyir 5 dənə üç rəqəmli ədəd. Bu ədədlərin cəmi necə dəyişər? Yəni hər biri bu 5 dənənin hər biri. 420 artsa, nəticədə 2100 artmış olar bu ədədlər. 42-ci suala baxaq. Deyir, ədədin belə bir ədəd verilib, bəzi rəqəmləri göstərilməyib. Həmin o göstərilməyən rəqəmlərin yerinə A və B hərfləri qoyulub. Fikir verin, bir ədəd verilib, bəzi rəqəmləri tutulub, verilməyib sualda və həmin o tutulan rəqəmlər A, B hərfləri ilə göstərilib. İndi deyir, bu ədədin rəqəmlərinin cəmi 36-dır. Bizim burada bu ədədə baxanda gördüyümüz rəqəmlər var və görmədiyimiz rəqəmlər var. Baxaq görək, gördüyümüz rəqəmlər 9-dur, 0-dır. Bunları toplayanda ümumiyyətlə neçə eləyir? İndi 0 üstünə gəlməyik, 7-ni gələk, 8-i gələk və bir də 3-ü görürük. Və A ilə B də bura aiddir də. Yəni bunların hamısını toplayanda deyir bu rəqəmlər 36 alınır. Amma baxaq, biz bunları görürük, bilirik nədir, amma bu hissəni görmürük, bu rəqəmləri. Gördüyümüz rəqəmlər 9 + 7 eləyir 16 + 8, 24 + 3, 27. Yəni 27 və üstə gəl bu A və B-nin yerində duran rəqəmlər bir yerdə 36 eləyirsə əgər, demək A ilə B-nin bir yerdə cəmi neçə eləyir? Demək A ilə B toplayanda 36-dan 27 çıxaram, alınar 9. Demək A ilə B elə bir rəqəmlərdir ki, onları toplayanda bir-biri ilə alınır 9. Aha. İndi bizə nə deyir? Deyir ki, ən böyük və ən kiçik ədədi yazın. Yəni A ilə B-nin yerində fikirləş gör. Nələri qoysun? Hansı rəqəmləri yazsın? Cəmləri 9 alınar. Və biri ən böyük ədəd olmalıdır, biri ən kiçik. Baxın, nələri toplayanda 9 alınır? Məsələn, 0 ilə 9-un toplayanda 9 alınır. 1 ilə 8-i toplayanda 9 alınır və s. belə versiyalar var. Bizdən ən böyük ədədi istədiyi üçün təbii ki, mən A-nın yerinə birinci, A rəqəminin yerinə, yəni A-nın yerində duran rəqəmə 9 yazıram. Ən böyük ədədi alındırmaq üçün. Digər rəqəmlər olduğu kimi qalır. O zaman A 9 olanda axı B 0 olur. Düzdür? Baxın, A 9 olanda B 0 olur. Alındı. Ən böyük ədədimiz bu ədəd. Yəni 9.907.803. Ən kiçik ədədi yazmaq üçün nə edərəm? Bax, A-nın yerinə 0 qoya bilmərəm də lap başa. 0-dan ədəd başlamır axı. O zaman mənim A-nın yerinə yaza biləcəyim ən kiçik rəqəm nə ola bilər? 1 ola bilər. A 1 olanda B neçə olur? B 8 olur. Düzdür? Bu da ən kiçik ədəd. Alınan ən kiçik ədəd. Və bu nədir? 1.907.883. Demək, A-nın yerinə 1 qoydum, B-nin yerinə 8 qoydum. Alınan ən kiçik ədədim oldu bu. 43-cü sual da eyni şəkildə yenə bir ədəd verib, bəzi rəqəmlərini verməyib və o verilməyən rəqəmlər A və B hərfləri ilə işarə olunub. Deyir ki, indi bu ədədin rəqəmlərinin cəmi 32-dir. Aha. Yenə də eyni şəkildə bizim burada gördüyümüz rəqəmlər hansı rəqəmlərdir? 2-dir, 0-dır, 7-dir, 8-dir. Bunları toplayanda neçə alınır ki? Və A ilə B-ni də deyir, orada duran rəqəmləri də üst-üstə gələndə axırda 32 alınır. İndi baxaq görək. Gördüyümüz rəqəmləri toplayaq. 2 üstə gəlinsin 7, 9, üstə gəlinsin 8, 17, üstə gəlinsin 3, 20. Deməli, A ilə B-ni axı hələ görmürəm, bilmirəm nədir. İndi versiyalar yürüdəcəm. A ilə B-nin cəmi belə çıxır ki, əgər digərlərinin cəmi 20-dirsə, A ilə B-yə qalır 12. İndi nələri bir-biri ilə toplayanda 12 eləyir? Baxın, nəzərə almalısınız ki, A ilə B-nin yerinə qoyacağımız rəqəm olmalıdır. Bir ədəd olmalı deyil. Ona görə rəqəmlər fikirləşin. Məsələn, 11 ilə deyə bilərsiniz, biri toplayanda 12 alınır. Yox, bunu seçə bilmərəm. Axı mən A ilə B-nin yerinə rəqəm yazmalıyam. Ədəd yox. 11 bir ədəddir. Rəqəmlərimiz nədən başlayır? 0-dan başlayır, 9-a qədər davam edir. Bayaqlar qeyd eləmişdim. Riyaziyyatda 10 rəqəm var. 0-dan başlayır, 9-a qədər davam edir. O zaman mən düşünürəm, hansı rəqəmləri toplayanda 12 alınır? Məsələn, 9 ilə 3-ü toplayanda alınır 12. 3 ilə 9 yerini dəyişsək 12 və s. Yəni, indi bu ikisini yazdım. Çünki bizim cavabımıza bu lazımdır. Deməli, bizdən ən böyük ədədi deyəndə təbii ki, A-nın yerinə neçə qoyarıq? 9 qoyarıq. A 9 olanda B alınır 3.
Nəticədə alındı ədədimiz bu şəkildə 2.907.833. Aha, ən kiçik ədədi deyəndə A-nın yerinə yaza biləcəyim ən kiçik rəqəm neçə ola bilər? Yəni toplayanda həmin o B ilə 12 alınsın. Təbii ki 3 ola bilər. O zaman yazıram. Aha, alındı 2.307.893. Yox. 44-cü suala baxaq. Yenə bir ədəd verilib. Fikir verin. Yüzlük mərtəbəsində duran rəqəm verilməyib. Neylə işarə olunub? A hərfi ilə göstəriblər onu. Tutublar rəqəmi, yoxdur o rəqəm, görmürük biz. A hərfi ilə işarə ediblər. İndi deyir ki, bu ədəddə A-nın mərtəbə vahidi ilə, bax A bir rəqəmdir də əslində, orada bir rəqəm durub. Deyir o həmin o rəqəmin mərtəbə vahidi ilə biz mərtəbə vahidini necə tapırdıq uşaqlar? Baxın, məsələn, təkliyin mərtəbə vahidi demişdik tək 1-dir. Onluğun mərtəbə vahidi 10-dur. Yüzlüyün mərtəbə vahidi 100-dür. Minliyin mərtəbə vahidi 1000-dir. İndi burada A hansı mərtəbədədir ki? A yüzlük mərtəbəsində. Demək, yüzlüyün mərtəbə vahidi ilə, elə bil ki, sualı belə demək istəyir də sizə. Yüzlüyün mərtəbə vahidi ilə, yəni yüzlüyün mərtəbə vahidi ilə 100-dür. Deyir, A-nın mərtəbə qiymətinin cəmi, mərtəbə qiyməti, amma bilmirəm də neçədir. Mərtəbə qiymətini axı bilmək üçün gərək o rəqəmi görüm və sonra onu vurum mərtəbə vahidinə ki, mərtəbə qiymətini tapa bilim. Mərtəbə qiyməti bilmirəm neçədir. Yazım elə mərtəbə qiyməti. Mərtəbə vahidini amma başa düşdüm ki, nədir? 100-dür də. Çünki yüzlükdə durur, baxa A. Deyir, indi yüzlüyün mərtəbə vahidi ilə mərtəbə qiymətinin bu cəmi 700-dür. O zaman buradan nə edə bilərəm? Mərtəbə qiymətini tapa bilərəm. Demək, mərtəbə qiyməti 600-dür ki, toplayanda mərtəbə vahidi ilə 700 alıblar. Aha. İndi deyir, bu ədədlə rəqəmləri müxtəlif ən kiçik 4 rəqəmli ədədin cəmini tapın. Hələ mən bir bu ədədin özünü tapım. Başa düşdüm ki, bu 6 A-nın mərtəbə qiymətidir. Daha doğrusu 600 mərtəbə qiymətidir. Onda A özü neçədir? Demək, 6-dır da. Düzdürmü? Demək, bu ədədim neçədir? 4638-dir. Aha. İndi deyir, bu ədədlə, yəni 4638-lə rəqəmlərin müxtəlif ən kiçik 4 rəqəmli ədədin cəmini tapın. Rəqəmlərin müxtəlif ən kiçik 4 rəqəmli ədədimiz 1023-dür. 1023 ilə 4638 toplayanda 5661 edir. Deməli, indi bu sual qalsın bir qıraqda. Mən bir şeyi nəzərinizə yenidən çatdırım. Yəni, mərtəbə qiyməti verilən zaman hər hansısa bir ədədin hansısa mərtəbəsinin yaxud hansısa mərtəbəsində duran rəqəmin mərtəbə qiyməti verilən zaman orada duran rəqəmin özünü tapmaq olur, belə çıxır ki. Məsələn, bu sual qalsın qıraqda, belə bir ədəd yazaq. Tutaq ki, bura yazıblar 1B. Deyirlər ki, məsələn, burada bu bir ədəddir. Burada yüzlük mərtəbəsində duran rəqəmin mərtəbə qiyməti, məsələn, 500-dür. Onda bu ədəd özü hansı ədəddir ki? Yəni, o yüzlük mərtəbəsində duran rəqəm onda özü neçədir ki? Baxın, yüzlük mərtəbəsində görürük ki, biz verilməyib heç nə. B hərfi qoyulub onun yerinə. Amma mərtəbə qiyməti başa düşdük ki, 500-dür. Bu rəqəmin mərtəbə qiyməti 500-dür. Onda özü neçədir? Özü 5-dir onda. Demək, bu B 5 imiş. Çünki biz necə tapırdıq uşaqlar mərtəbə qiymətini? Məsələn, tutaq ki, indi ədədin özü verilib əvvəlcədən. Deyir ki, yüzlükdə duran yüzlük mərtəbəsində duran rəqəmin mərtəbə qiymətini tap. Biz gedirdik yüzlük mərtəbəsində duran rəqəmi götürürdük 5-i. Vururduq mərtəbə vahidinə, yəni 100-ə. Yüzlük mərtəbəsində durub axı o. Alınırdı 500. Bu birinci üsul, bayaqları sualı izah eləyəndə sizə demişdim. İkinci üsul nə idi? Bax, yüzlük mərtəbəsində duran 5 rəqəminin mərtəbə qiymətini deyir. Gedirdik, elə 5-in üstünə 5 yazırdıq. Sağında duran rəqəmlərin sayı qədər sıfırlar qoşurduq. Bax, 2 dənə rəqəm durub da 2 və 8 var. Demək, 500-dür bu mərtəbə qiyməti. Demək, əgər mərtəbə qiyməti verilməyibsə, biz rəqəmi vururuq həmin hansı mərtəbədə durub onun vahidinə, ya da rəqəmi üstündən yazırıq olduğu kimi, qiymət axı dəyişmir demişdim yadınızdadsa. Və sağında duran rəqəmlərin sayı qədər 0 qoyuruq. Mərtəbə qiyməti belə tapılır. Yox, mərtəbə qiyməti verilib. Orada duran rəqəm neçədir onu soruşarsa, heç nə. Elə həmin o verilən ədədin ilk rəqəmini cavab olaraq götürürük. Yenə də bir dənə də sual məsəl üçün yazaq. Tutaq ki, deyir ki,
Bura bir C hərfi qoyub tutaq ki. Bu C hərfi olmasın, elə A hərfi olsun. Məsələn, deyir ki, burada minlik mərtəbəsində duran rəqəmin mərtəbə qiyməti əgər 600-dürsə, daha doğrusu 6000-dirsə, ya da 6000 olmasın, məsələn 8000-dirsə mərtəbə qiyməti. O zaman bu A-nın yerində nə durub və yaxud da bu ədədin yəni özü hansı ədəddir? Neyinirik? Baxın, mərtəbə qiyməti əgər 8000-dirsə bunun. Demək, A özü nədir? Baxın, A ilə üst-üstə düşdü 8. Demək, A özü 8-dir. Ədəd də nə alındı? Təbii ki, 278.357. Bu da belə. 45-ci sualı sizin öhdənizə buraxıram. Nəzərinizə çatdırım ki, bu sualda deyir ki, A-nın mərtəbə vahidi ilə mərtəbə qiymətinin hasili. Bu hasil sözünə fikir verin, qalan hər şey asandır. 46-cı suala baxaq. Deyir, bütün iki rəqəmli ədədlərin hər birini 3 vahid azaltsaq. Neçə iki rəqəmli ədəd var? 90 dənə iki rəqəmli ədəd var. Hər birini deyir 3 vahid azaldırıq. 90-ı vururam 3-ə, alınır 270. Hər biri 3 vahid azalsa, cəmi 270 azalma baş verər. 47-ci sualda deyir, bütün 3 rəqəmli ədədlərin hər birini 4 vahid artırsaq. 3 rəqəmli ədədlərin sayı nə qədərdir? 900 dənədir. 3 rəqəmli ədədlər 900 dənədir. Və yaxud 900 300 rəqəmli ədəd var. 900-ü vururam 4-ə, hər biri 4 vahid azalır. Sayını vururam, nə qədər artıb, daha doğrusu artıb deyir. 4-ə vururam, eləyir 3600. Cəmi neçə vahid artar? 3600 vahid artar. 48-ci sualda bizə deyir, 5, 6, 7 rəqəmlərindən düzəldilmiş müxtəlif rəqəmli ən böyük cüt ədəddən, deməli, 5, 6, 7 rəqəmlərindən düzəldilən müxtəlif rəqəmli ən böyük cüt ədədi gəlin düzəldək. Bu eləyir 756. Düzdür? Yəni 7, 5, 6 rəqəmlərindən istifadə edən cüt ədəd bilirik ki, sonu cüt rəqəmlə bitən ədədlərdir. Və düzəldə biləcəyim ən böyük cüt ədəd burada 756-dır. Sonra deyir, yəni həmin bu rəqəmlərdən istifadə edərək rəqəmlərin müxtəlif 2 rəqəmli ən kiçik tək ədəd. 2 rəqəmli ən kiçik tək ədəd 5, 6, 7-dən istifadə edərək düzəldə biləcəyim alınır 57. Deyir, indi bunların fərqi neçə eləyir bunların? 699 edir. Deyir, indi bunların fərqinin neçə yüzlüyü var? Uşaqlar, neçə yüzlüyü var deyəndə biz nə edirdik? Gəlin sualı özünüz əvvəlcə cavab verin. Neçə yüzlüyü var deyən zaman biz 100-ün arxasında 2 0 var deyənə gəlirdik, sondan 2 rəqəmi silirdik. Alınır 6. Deməli, bu ədədin 6 yüzlüyü var. Daha sonra gəlirik 49-cu sualı. Deməli, belə bir təkrarlanan ardıcıllıq verilib bizdə. Və deyir ki, bu 1500 rəqəmli natural ədəddir. 1147-ci yerdə hansı rəqəm yazılır? Əvvəlcə bu təkrarlanan ardıcıllıqda hansı rəqəmlər və yaxud hansı ədəd təkrar olunur, onu tapaq. Baxın, təkrar olunur 1, 0, 2, 3, 4 bitir, tezləndən gəlir 1, 0, 2, 3, 4. Yəni 10234 ədədi sanki təkrar olunur bu 1500 rəqəmli natural ədədin içərisində. Hər dəfə 1, 0, 2, 3, 4, 1, 0, 2, 3, 4 təkrar olunur. Yəni 5 rəqəmli bir ədəd, 5 rəqəmli ədəddir bu. Təkrar gəlir. Bunu tapandan sonra, yəni neçə rəqəmli və yaxud neçə rəqəm təkrar işlənir, onu tapandan sonra nə edirik? Qeyd edirik 5 rəqəmli. İkinci etapda biz baxırıq, hansı yerdə duran rəqəmi soruşur? 1147-ci yeri. O zaman gəlirik, o soruşulan yeri bölürük, bu neçə rəqəmli ədəd təkrar olunurdu? 5 rəqəm. 5-ə bölürük. Deməli, böləndən sonra baxırıq ki, yəni 5-ə bölünmə əlamətindən istifadə edirik. Ən son rəqəm 7-dir. Yəni 7-ni 5-ə bölürük. Bir dəfə qalır 2. Yəni qalıq nə qaldı bu sualda? 2 qaldı da, düzdür? Gəlirik həmin bu təkrarlanan rəqəmlərdən ikinci rəqəm hansıydı? Çünki qalıq 2-dirsə, ikinci rəqəmi biz cavab kimi götürürük. Baxın,
Əvvəlcə 1 gəlirdi, sonra 0, sonra 2, sonra 3, sonra 4. Demək, ikinci gələn həmişə nədir? 0-dır. Qalıq 2 qalıbsa, demək, ikinci rəqəmi cavab olaraq götürürəm. Yəni, bu sualda stopu basın. Mən neynədim? Əvvəlcə. Baxın, görün, neynədim mən? Təkrarlanan rəqəmləri qeyd elədim. Neçə dənə rəqəm təkrar olunur hər dəfə? 5 rəqəm. Sonra hansı yerdə duran rəqəmi soruşurdu? 1147. Böldüm o təkrarlanan rəqəmlərin sayına. Qalıqla işlədim. Baxın, sualda qalıq. Qalıq nə idi? 2. İkinci yerdə duran rəqəm nədir? 0. Onu götürdüm cavab. Bəzən uşaqlar çaşır. Burada 1500-ü gəlib 5-ə bölür. Deyir ki, 1500 rəqəmli natural ədəddir. Çaşır, deyir, 1500-ü bölün 5-ə. Yox, bizdən hansı yerdə duran rəqəm, neçənci yer soruşulur? 1147. O neçənci yeri soruşursa, onu bölməliyəm. 50-ci sualda da yenə eyni şəkildə baxıram ki, mənim sualımda 1, 2, 3, 4 hər dəfə təkrar olunur ardıcıllıqda. 1, 2, 3, 4. Bu neçə rəqəmlidir? Neçə rəqəmdir? 4 rəqəm təkrar olunur hər dəfə. 4 rəqəm təkrar olunur. Tapdım bunu. İkinci neynəməliydim? Hansı yerdə duran rəqəmi soruşur? 629-cu yerdə. Onda 629-u bölərəm 4-ə. Gəlin bölək, görək qalıq qalır. Əlbəttə ki, qalır, sadəcə olaraq. Görək neçə qalır. Baxın, bölürəm ki, siz də görəsiniz. Baxın, qalıq nədir? Bu qalığımızdır. Qalıq 1-dir. Onda neyniyəcəyik uşaqlar? Qalıq 1-dirsə, birinci gələn rəqəmi götürəcəm cavab. 2 olsaydı, ikinci gələn rəqəmi götürərdim. 3 olsaydı, qalığım 3-cü yerdə gələn rəqəmi götürərdim. Qalıq 1-dir, onda birinci yerdə duran rəqəmim də 1-dir. Cavab nədir bu sualda? 1-dir. Yəni, 629-cu yerdə 1 durub. 51-ci sualda deyir ki, 3 rəqəmli ədədin sağına 4 yazılır. Ədəd necə dəyişdi? Ədədin sağına ədəd yazan zaman ədəd həmin yazılan ədəd, baxın, sağına deyir 4 yazılıb. Baxın, neçə rəqəmli ədəddir bu? 4, 1 rəqəmli ədəddir də. Nəyin arxasında 1 0 olur ay uşaqlar? 10-un arxasında. Demək, 10 dəfə və həmin yazılan rəqəm qədər və 4 vahid artdı onda ədədimiz. Yəni, baxıram ki, neçə rəqəmli ədəd yazılıb və biz burada ya 10-dan, ya 100-dən, ya 1000-dən, yəni bunlarla işləməliyik. Əgər 3 rəqəmli bir ədəd yazılıbsa sağa, onda 1000 dəfə artar. Çünki 1000-in arxasında 3 0 var. Deməli, məsələn, 52-ci sualda deyir ki, 5 rəqəmli, baxın, fikir vermir, ya 5 rəqəmli ədədin sağına yazılıb, yoxsa 6 rəqəmli, bizim üçün önəmi yoxdur. Əsas nə yazılıb, ona baxıram. Deyir ki, sağına 0 yazıblar. 0. Yəni, 1 rəqəmli ədəddir də, bu 0 özü 1 rəqəmdir, 1 rəqəmli ədəddir. Düzdür? O zaman nə qədər artar? 10 dəfə. Bayaq dedim, axı, onun arxasında 1 0 var. 10 dəfə artdı və yazılan ədəd qədər və 0 vahid, amma 0 heç bir şey olduğu üçün onu nəzərə almadıq da. Deməli, 53-də deyir ki, 2 yazıblar sağa. Onda yenə 2 yazıblarsa 2 bir rəqəmli ədəddir. Onda belə çıxır yenə də 10 dəfə və 2 vahid artıb. 4 rəqəmli ədədin sağına deyir 26 yazılır. 26 neçə rəqəmli ədəddir uşaqlar? 2 rəqəmli ədəd. Nəyin arxasında 2 0 olur? 100-ün arxasında. Onda 100 dəfə və 26 vahid artıb. Demək, 55-ci sualda da baxın, deyir ki, sağına 0 0 yazıblar. 0 0 görürsünüz də 2 dənə rəqəmdir də, yəni 2 rəqəmli bir ədəd kimi düşünək bunu. O zaman 100 dəfə və 0 0 vahid artıb da əslində, amma bu 0 0 heç bir şey olduğu üçün bunu yazmırıq. 100 dəfə artıb sadəcə olaraq. 56-cı sualda artıq dəyişir. Deyir ki, soluna yazıblar. Özdə 6 rəqəmli ədədin soluna yazıblar. Soluna yazanda, soluna yazdığını deyəndə nə yazıblar? Əvvəlcə onu yazıram. 3 yazıblar da, düzdür. Sonra neçə rəqəmli ədədin soluna yazıblar? 6 rəqəmli. Onda bunun üçün sağına da 6 dənə 0 qoyuram. Olur nə? 300.000 vahid. Burada dəfə sözü olmur artıq sola yazanda. İndi deyir, 57-də 3 rəqəmli ədədin soluna 5 yazıblar. Nə yazıblar? 5. Əvvəlcə 5-i yazıram. Neçə rəqəmli ədədin soluna yazmışlar bunu? 3 rəqəmli. Onda 3 dənə də nə qoyacam? 0 qoyacam. Oldu nə? 5000 vahid artıb. Demək, 59-u, daha doğrusu 58, 59-u özünüz yazarsınız. 60-cı sual.
əzbərləmək lazımdır. Deyir, bir rəqəmli natural ədədin sağını özünü yazar, əvvəlki ədəd necə dəyişir. Sadəcə mən onun izahını verəcəm, amma siz əzbərləsəz daha yaxşı olar. Bir rəqəmli natural ədədin sağını özünü yazanda, məsələn, bir dənə ədəd götürək 3. Yanına özünü yazdım, oldu 33. Necə dəyişdi sizcə? Bax, əvvəlcə 3 idi, indi olub 33. Fikir verin, neçə dəfə artıb? 32 bölürəm 3-ə 11 dəfə. Demək, ədədin sağını özünü yazanda, bir rəqəmli ədədin daha doğrusu sağını özünü yazanda 11 dəfə artır. 2 rəqəmli ədədin sağını özünü yazanda 61-ci sualda 101 dəfə artır. Yəni, bunu əzbərləyin. Kitabda da var qayda hissəsində. 62-ci sualda deyir ki, demək, fikir verin. 3 rəqəmli ABC yazıblar məsələn. Bu nə deməkdir? Bu bir 3 rəqəmli ədəddir. Sadəcə olaraq bu ədədin rəqəmləri verilməyib də, hərflərlə göstərilib bu rəqəmlər. Sonra deyir AA ədədidir, yəni 2 rəqəmli bir ədəddir. Hər iki rəqəmi də eynidir. Və BAC. Deyir ki, bunu mərtəbə toplananlarına ayırın və sadələşdirin. Mərtəbə toplananlarına ayırın deyəndə, uşaqlar, biz nə etməliyik? Yəni, verilən ədədin hər mərtəbəsində duran rəqəmi vururuq mərtəbə vahidinə. Məsəl üçün, baxın, burada A. ABC-nin yüzlük mərtəbəsində duran rəqəm, sanki burada bir A-dır da, indi rəqəm verməyib, A verib. Vururam bu mərtəbə vahidinə. Bax, bu yüzlüyün mərtəbə vahidinə də 100-dür. Vuranda A-nı 100-ə eləyir 100A. Birinci həmişə yadınızda saxlayın, riyaziyyatda rəqəm yazır, sonra yanına hərf qoyurlar. 100A. Üstə gəl, keçirəm B hərfinə. B, yəni burada bir rəqəm durur. B hansı mərtəbədə yerləşir? Onluqda yerləşir. B-ni vururam 10-a, mərtəbə vahidi 10-dur da, onluğun. B-ni vururam 10-a eləyir 10B. Yəni birinci rəqəm, ədəd, sonra hərf yazılır. Üstə gəl, C harada yerləşir təklikdə? C-ni demək 1-ə vurmalıyam. Təkliyin mərtəbə vahidi axı 1-dir. O da eləyir 1C, amma 1-i yazmırlar riyaziyyatda. Biz prosta bilirik ki, orada bir 1 var. Oldu C. Üstə gəl, keçirəm indi AA ədədinə. 2 rəqəmli bir ədəddir. Üstə gəl, deməli, onluq mərtəbəsində yerləşən bu A mərtəbə vahidi 10 olduğu üçün onu A-ya vuranda eləyir 10A. Üstə gəl, təklik mərtəbəsində yerləşən, baxın, bu A-nı vurmalıyam. Təklik mərtəbə vahidi axı 1-dir. Eləyir 1A, amma bayaq dedim, C-ni yazanda dedim bunu. 1 yazılmır. Üstə gəl, A yazıram ona görə. Üstə gəl, keçdim BAC ədədinə. Yəni, bir ədədləri açıram, sadələşdirirəm. Baxın, bu sadələşdirmək deməkdir. Yüzlük mərtəbəsində B durub görürsünüz ki. Demək, B-ni nəyə vurmalıyam? 100-ə. Eləyir nə? 100B. Üstə gəl, hər dəfə aralarında üstə gəl yazıram yazdıqca. A onluq mərtəbəsində yerləşir. Onluğun mərtəbə vahidi nədir? 10-dur. Onda A-nı vurmalıyam onu. O da eləyəcək nə? 10A. Üstə gəl. Sonra gəlirəm C-yə. C harada yerləşir? Təklikdə. Təkliyi vuranda mərtəbə vahidinə eləyir 1C, amma 1 yazılmır. Oldu C. Deməli, bura qədər yazandan sonra, yəni bu mərtəbə toplananlarına ayırmaq deməkdir. Sadələşdirin də o deməkdir ki, yəni A-ları, B-ləri bir yerə yığmaq lazımdır. İndi baxaq, harada A-lar var? 100A var burada, 10A var, 1A var və bir dənə də yenə 10A var. Bunları toplayaq. 100A üstə gəl 10A eləyir 110A. Baxın, bu təkcə A yazmışam ki, bura. Bu əslində 1A deməkdir axı. Biz dedik ki, o 1-i görürük, amma beynimizdən görürük, gözümüzdən görmürük. Demək, 110A-nın üstünə 1A gələndə elədi 111A, üstünə də bir dənə də 10A elədi 121A. Demək, yazaq aşağıdan 121A. Demək, A-ları topladıq. İndi keçək başqa rənglə göstərək, məsəl üçün. Göstərək B-ləri. İndi B-ləri toplayacağıq. Yəni, A ilə B-ni bir-biri ilə toplamaq olmaz. Bunu yadınızda saxlayın. Mərtəbə toplananlarına ayıranda eyni hərfliləri yalnız bir-biri ilə toplamaq ixtiyarımız var. 10B üstə gəl 100B. Başqa B yoxdur, görürsünüz də. Onda oldu nə? Üstə gəl yazıram 110B. B-ləri topladım bir-biri ilə. Üstə gəl. Keçirəm C-lərə. Baxaq. Burada 1C var. Bir dənə də C var. 1C. Onda ikisini toplayanda alındı 2C. Baxın, bu sadələşdirmək deməkdir. Görürsünüz. 63-cü suala baxaq. Belə bir ədəd verib, yerə görürsünüz də. Yüzlük mərtəbəsi verilməyib, bir də 10 minlik mərtəbəsi. Yəni, o rəqəmlər tutulub. Və fikir verin, bunu da mərtəbə toplananlarının cəmi şəklində əslində yazıblar. Yazıb 7 üstə gəlsin, 3 vurulsun 10. Baxın, 3 vurulsun 10-u görən kimi bilməlisiniz ki, bu 3-ü və burada 2, 3 var. Onluqda durub axı.
Demək 3-ü vurublar 10-a, mərtəbə toplananlarını cəmi şəklində yazmaq üçün. 7-ni də təklikdə dur, bax 7-ni də 1-ə vurublar. Elə 7 qalıb da. Yəni 7 vurulsun, 1 yazmayıblar da. Çünki nəyisə 1-ə vuranda onsuz da özü alınır axı. Üstə gəlsin 2 vurulsun 100. Demək belə çıxır ki, 100-ə vurublarsa 100-lük mərtəbəsində duran rəqəm demək ki, neçə imiş? 2 imiş ki, vurublar 100-ə. Demək B-nin nə olduğunu tapdıq artıq. 2-dir. B 2-dir. Daha sonra yazıb nə? 8 vurulsun 1000. 8-i zaten görürsünüz. Minlik mərtəbəsində durduğu üçün 1000-ə vurublar. O verilib onsuz da bizdə. 4-ü də vurublar 10.000-ə. Demək 10.000-ə vurublarsa belə çıxır ki 10.000-lik mərtəbəsində neçə imiş ki? 4 imiş ki, vurublar 10.000-ə. İndi deyir bizə A ilə B-ni artıq tapdıq. B oldu 2, A oldu 4. İndi deyir 6AB ədədinin onluqlarının sayını tap. Yəni burada A ilə B-ni biz artıq neçə olduğunu tapmışıq. A 4-dür. Yazırıq bu ədədin açılışını. Artıq biz bilirik ki, A 4-dür. B 2-dir. Onda alınır 642. Deyir indi bu ədədin onluqlarının sayını tap. Baxın elə bir ki, sual verir ki, sənə 642-nin neçə onluğu var? Onluqlarının sayı. Biz onluqlarının sayı soruşanda nə edir? Onun arxasında bir sıfır var. Gəlirdik, bir dənə rəqəmi silirdik. Alındı nə? 64. 64-cü sual. Rəqəmləri cəmi 5 olub, onluq mərtəbəsindəki rəqəmi 3 olan neçə 3 rəqəmli ədəd var? Bunu bir yazmaq lazımdır. Rəqəmləri cəmi 5 olub, onluq mərtəbəsindəki rəqəmi 3 olan neçə 3 rəqəmli? Onluq mərtəbəsinə əvvəlcədən 3 yazaq. Rəqəmləri cəmi 5 eləməlidir. 1, 3, burada qoysaq məsəl üçün 1, alındı 131. İndi məsələn bura 2 qoysaq, bura 3, bura 0 qoyarıq ki, rəqəmləri cəmi axı 5 olmalıdır. Məsələn bura 0 qoya bilmərəm təbii ki. Başqa versiya yoxdur. Bir 131-dir, bir də 230-dur. Rəqəmləri cəmi 5 olub, onluq mərtəbəsindəki rəqəmi 3 olan neçə 3 rəqəmli ədəd var? Elə 131 ilə 230. Deyir 65-ci sualda deyir bu rəqəmlərdən düzəldilmiş rəqəmlərin müxtəlif ən böyük 6 rəqəmli ədəd. Rəqəmlərin müxtəlif ən böyük 6 rəqəmli ədədi gəlin bu rəqəmlərdən istifadə edərək düzəldək. Bu da eləyir deməli 876.430. Deməli deyir indi minliklər sinfindəki vahidlərin sayı. Minliklər sinfi deyir. Fikir verin. Demir ha minliklər mərtəbəsi. Minliklər sinfi baxın budur. Minliklər sinfindəki vahidlərin sayı 876-dır. Təşkillər sinfindəki vahidlərin sayından təşkillər sinfi də baxın budur 430 yerləşir orada. Bir nə qədər çoxdur, bir-birindən çıxanda edir 446. Gəldik ən sona artıq nəhayət. 66-cı sualda bizə deyir, rəqəmlərin müxtəlif ən böyük 5 rəqəmli və rəqəmlərin müxtəlif ən kiçik 4 rəqəmli ədədlərin fərqindən alınan ədədin neçə onluğu var? Rəqəmlərin müxtəlif ən böyük 5 rəqəmli ədədimiz 98.765-dir və rəqəmlərin müxtəlif ən kiçik 4 rəqəmli ədəddə bayaqdan 2-3 dəfə gəlib bu 1023-dür. Alınır nə? 97.742. İndi deyir ki, neçə onluğu var? Neçə onluğu var deyəndə nə edir ya uşaqlar? Onun arxasında 2 dənə 0 olduğu üçün gəlirik 2 dənə rəqəm silirik sağdan, alınır 977. Gəldik 67-ci suala, baxın. Yenə 3 rəqəmli bir ədəd verilib, amma onluq və təklik mərtəbəsindəki rəqəmlər göstərilməyib. Yəni x, y ilə işarə olunub. Demək 3 rəqəmli ədəddən 2 rəqəmli ədədin çıxılma qaydası ilə alt-alta çıxılma qaydasını istifadə edib bunları alt-alta yazıram. Ümumiyyətlə yadda saxlayın, hərfli misalları alt-alta toplamaq və çıxmaq daha məsləhətdir. Demək bir-birindən çıxıblar, alınıb nə? 395. Artıq burada biz fikirləşirik. 8-lər neçə çıxıblar ki 5 alınıb? Demək y-nin yerində, y-in yerində neçə olar? 3 olar. Və əgər 3 olsa o zaman fikirləşirik. 3-dən neçə çıxıblar ki 9 qalıb? Təbii ki 3-dən nəsə çıxmaq olmur. O zaman onu 3-dən biz çıxırıq 9. X də alınır 4. X-dan y-in cəmi də eləyir 7. Bu qədər. Ümidvaram hər kəs üçün faydalı oldu. Yararlandısa yorumlarda, kommentlərdə qeyd edə bilərsiniz. Eyni zamanda videonu paylaşaraq dəstək ola bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm.